خوب şeyxana. Hacı Bakşali, növbə sənindir. Tamamen sana fada olsun ya şeyh. Allah Teala ömrümde bana 2 oğul verdi. Ama ikisini de ben bir çarenin elinden alıp birinin adı Celil'di şeyhana, o birinci Halil'di. Bu Celil 12 yaşında. Ama Halil 10 yaşında. İkisi de nişanlıydı şeyhana. İle Celil'in toyunun tedarisindeydim ki yazık uşak cezliğiyle burasına bak bir fır çıkarttı. Ne kadar Cafer'e damat derman ilettirdim, başa gelmedi. Ne kadar rezil verdim. Nece defa karadaş ocağına apardım, getirdim, ki fayda? Demecilen tifilin eceli tamamıymış şeyhana. Bir oğlun Celil, bir oğlun Halil. Bunları yazdım. Ve başkaları. Şeyhana, bu Celil yaman nadik. Ama birbirini yaman çok isteyirdiler. Odur ki... Atandan, anandan, qohum əqrabalarından vəfat eləyən yoxdur. Şeyhana, benim Celil'imden, Halil'imden başka hiç sözüm yok. Gecəyen yoxdur, gərək məni bağışlayasan. Bəs arvadın hürlü sənə niyə yazmırmırsan? Yetimlərin anasını da ötmək istəyirsən? Sənə fəda olum yaşı, sən özün bundan sonra uşağa bu ne üçün öğretilip verilməyini istədin. Bax budur, burada dəfn olun, mənim doğmaca bacımdır, hürlüsə da. Cehennem ol, ahmağın biri. Öz ayağım, isterim yazdırarım, istemerem yazdırmarım. Sana ne? Sükut! Mübahisə lazım deyil Hacı Bakşali ağa. Mənə qəti cavab lazımdır. Şeyhana, icazə verin gedin fikirləş. Sənə fəda olum ya şeyh, mənim bacım hürlü səni dirir. Bu özü gəlsin öz dili ilə danışsın ki, bu Hacı Bakşali onun başına ne cür müsibətlər gətirib. Yazıq arvadı gün ərzində 25 saat işlədirdi. Özü də gedib çayxanalarda qəlyan. Sada, başa düşə bilmirəm, sən nətəri qardaşsın. Ada, istəyirsən rahatça yatmış başını dirildəsən ki, gecə gündüz eşək kimi işləsin. Yaxşı, bacın hürlü səni yaz. Bəşər ta ki, sən ölənlərin hamısını bir gün yazdıracaq. İndi mən yazdırım, sən də bax. Yazdır. Atam Məşədi Mustafa. Atam Məşədi Mustafa. Çox acab. Oğlum Zeynal. Oğlu Zeynal. Çox acab. Kızım Püstə. Kızım Püstə. Çox acab. Vəssalam. Kişi, sən başalamadın. Ananı ne yazdırmışsan da? Yazı qarbadı döyə-döyə öldürdü. Qorxursan dirilə gedə hükümətə şikayət eləyə. Səni tutub basalab qoduqluğa. Şeyxana, bu qoca anasını döyə-döyə öldürdü. Meyit ortada kalmıştı. Allah komşular götürdüler. Sesli, yalan değil. Yalan değil ya şeyh. Benim anam qocalıp laf əldən düşmüşdü. Yazıq arvad heç özü yaşamaq istəmirdi. Qocaların aqibəti belədir. Onları həkimlər də müalicə eləmirlər. Eybi yox, yaz. Ancaq, bəs diriləndən sonra onun yaşı necə olacaq? Demək istəyirəm ki, biz onun təvəllüdünü necə hesablayacağıq, ha? Yəni, öldüyü gündən, ya doğulduğu gündən, bəlkə dirildiyi gündən. Kəblə Vəli, mənə qəti cavab lazımdır. Uzun danışmaq lazım deyil Kəblə Vəli. Yazdırırsan yazdır, yazdırmırsan yazdırma. Çəkil dur kənarda da. Oldu. Qoyun da gedim, mən də fikirləşim də. Ne fikirləşəcəksən? Ne fikirləşəcəksən? Anlat ol başım. Benim sizden bir xahişim var. Eğer yerine geçse, xeyli memnun olaram. Şeyxana, benim bir dayım var idi. Çok güzel, çok yaxşı adam idi. Amma təəssüflər olsun ki, bizim sıramızdan vaxtsız köçdü. Özdə deputat idi. Şeyxana, mənim sizdən bir ricam var. Onu dilirdəndə elə dilirdin ki, o Dumanın deputatlığında yenidən qalsın, deputatlıq əlindən çıxmasın. Onu xalq bilər. Ali Bey, bir yersən sənin də sözün var ya. Ha, var. Святой Şeyh, господин управляющий. Ben öz ölülerimin siyasını yazılı surətdə Şeyh Əhmədə təqdim eləmişəm. Ancaq o siyahıda mənim bir əmioğlumun da adı var, necə deyim. O burnu bir balaca politikaya soxmuşdu. Ona 15 il iş vermişlər. 5 il yattı türmədə, sonra öldü, köçdü bu dünyadan. İndi o yazığı dirilsək, aparıb onu təzədən basacaqlardı ama elə deyilmi? Axı 10 ili qalmışdı. İndi biz bilmirik ne edək. Dirildək ya diriltməyək. Sen onu yeniden türmeye salmak istəyirsən? Özün bilirsin, özün bilərsən. Bravo. Şeyh Əhməd, zəhmət olmasa onun adını oradan pozun. Sağ olun.
Şeyh Ahmet. Gör daha təvəkkülün yoxdursa, xətm elə. Ya şeyx, məncə cənabları tələsdirmək lazım deyil. Onların ölülərinin dirilib bu dünyaya gəlməkləri çox müşkül məsələdir. Deyirəm, qoy bir gündə möhlət verək. Fikirləşsinlər, siz burada, ölülər burada, cənablar da burada. Hop, gedin fikirləşin. Ay cemaat! Ay cemaat! Hara gidiyorsun? İskender için Şeyh'e sataşın. Buraya gel. Dalımıza gel. Dayanın! Dayanın! Ey Müslümanlar! Belki İskender Bey'in de bir xahişi var. Düz buyurursunuz. Benim de sizden bir xahişim var. Belki soyunum? Yok, lazım değil. Eğer size zahmet olmasa xahiş edirəm bizim Mirzə Cəlili de dirildəsiz. Olar? Ha? Onu yazma. Çaşmısan nedir? Gel Onu görün. yazma. Kimdir diyen onu yazma? Ya şeyh, ya şeyh. Ben idim. Ben. Hayır, senin qoğumundur. Allah eləmesin. Bəs onda niyə? Qan qardaşının bu dünyaya qayıtmasına razı değilsən? Buyurun cemaatten soruşun. Olar bir şey. Ya Məşhərəl İslam! Ben burada qala bilmərəm, Şeyh Ahmet gider. Çekil! Deyin görün ne sebebi Mirzə Cəlilin dirilmesine razı değilsiniz? Pis adamdı. Cenab Şeyh, o bugün bize lazım değil. Çünkü o vaktiyle bize çok pisliği eləyib ya şey. Onu yok. Bunlar düz değiller. Elbette onun dirilmesine razı olmazlar. Çünkü o merhum həqiqət çarşısıydı. Ne kadar çalıştısa həqiqəti tapa bilmedi. Bu dünyadan o biri dünyaya gitti. Həqiqət bu dünyada yok. O dünyadadır. Şeyhane, hele olan surette o yazığı daha niye dirildi? Sala bizim bu karabalığa. Koy cennette özü için hoşbaht olsun. Kim bilir belki de bu dünyada aktardığın o dünyada tapar. Hacı Kazım, Vallahi ne diyeyim. Taptı da. Hacı Kazım, sen şeyhin dediklerine şək eləyirsən. O biri dünyanın varlığına şüpheyle yanaşmak günahdır. Ya şeyh, dirildi merhum Mirzə Cəlili, qoy Hacı Kazıma desin ki, həqiqətən o biri dünyada cehennem de var. Cennette.